Ümumiyyətlə Nəhcül Bəlağa yaxşı sualdır. Maşallah. Əlhəmdülillah. Belə aktual sualdır da belə deyək. Ümumiyyətlə Nəhcül Bəlağa kitabının sənədləri yoxdur. Baxın. Baxın, qədimdə alimlər bir kitabı və ya bir kitab təlif etdikləri zaman iki cür üslub təqib edirdilər. Bunlar çox önəmlidir, baxın. Ya kitabın təlif edərkən içində olan rəvayətlərin ayrı-ayrılıqda hər birinin sənədlərini qeyd edirdilər ki, necə bunu hədis kitablarında görə bilərik. Misal üçün İmam Buxarinin, Müslümin, Əbu Davudun və s. kitabları ki, məsələn, rəvayətləri məsələn bir-bir sənədlərlə rəvayət eləyirlər. Bu birinci üslub və ikinci üslub kitabın ümumi sənədi. Yəni kitabı ümumi necə məsələn İmam Əhməd məsələn Üsul-ü Sünnə kitabını yazır və tədris eləyir. Qıssaca məsələn İslam əqidəsi. Qıssaca onu yazır və tələbələrinə bəyan edir, yəni dərslər keçir. Və tələbələri də ondan rəvayət edirlər. Və kitabın əvvəlində, baxın, Üsul-ü Sünnə kitabının əvvəlində o kitabın sənədi qeyd olunur. Və sənəddə qeyd olunur ki, misal üçün, filankəs eşitdi filankəsdən, filankəsdən, o filankəs də İmam Əhməddən. O da kitabı rəvayət edib onu, həmin raviyə. Bax, elə ravilər bir-bir, məsələn, çünki İslam belə deyək, kültüründə, İslam mədəniyyətində mədrəsə mədəniyyəti vardır. Yəni, hətta Allah Rəsulundan başlayaraq, Allah Rəsulunun vaxtından başlayaraq, məscidlərin nəzdində mədrəsələr var idi ki, orada dərslər keçirilirdi və dolayısıyla hədislər və təfsirlər və s. dirasa edilirdi, yəni bəyan edilirdi. Bir alim bir kitabı yazırdı və həmin mədrəsədə tələbələrinə keçirdi. Sonra tələbələri püxtələşirdi, böyüyürdü, şeyx dərəcəsinə çatırdı və sonra onlar həmin kitabı başqa öz tələbələrinə bəyan edirdilər. Sonra onlar böyüyürdü, belə nəsildən nəsilə ötürülürdü. Elə qısaca bunu bəyan etdim ki, biləsiz. Amma qayıtsaq Nəhcül Bəlağa kitabına biz görürük ki, Nəhcül Bəlağa kitabında sənədlər deyilən bir şey yoxdur. Yəni kitabın nə ayrı-ayrılıqda olan xütbələr və ya məktubların ayrı-ayrılıqda sənədləri var, nə də ümumi sənədi var kitabın. Çünki kitabın müəllifi kimdir? Kitabın müəllifi Hicrətin 406-cı ilində vəfat edən, elə bir dəqiqə dəqiqləşdirim onu, bir dəqiqə 406 da ola bilər. 306 da bir dəqiqə. Allahu Akbar. Mən bilən 406 olmalıdır. Bəli, o Kuleyni'dən sonradır o. Çünki Kuleyni ilk sayılır onlarda. 329. Hə, 406-cı olmalı. Bəli, 406-cı ilində doğrudur, %100 doğrudur. 406-cı ilində vəfat edən Əş-Şərif Ər-Radi və ya Şərif Ər-Riza, belə də deyilir, belə də deyilir. Şərif Ər-Rida və ya Radi adlı şəxs tərəfindən yazıldığı məlumdur. Yəni kitabın müəllifi budur. 406-cı ilində, baxın. Əli ibn Əbi Talib radiyallahu anhu Hicrətin 41-ci ilində və ya 40-cı ilində, daha dəqiq desək, şəhid olub. 40-cı ilində Hicri. Elə
Dolayısıyla Ali ibn Abi Talib radıyallahu anhu ile Nehcül Belagha kitabının sahibi Şerif Er-Razi arasında 350 ildən çox vaxt var. 350, baxın, 3 əsr yarım. 3 əsr yarım. 3 əsr yarım var. Ondan da artıq, yəni təxmini deyirəm. Niyə görə? Yuvarlaqladaraq 4 əsr də demək olar. Təxminən 4 əsr. Yəni 350 il təxminən deyirəm. Ondan artıq, 350-dən artıq il vardır. Yəni və dolayısıyla deməli Şərif Er-Razi bu kitabı hardan götürüb? O məlum deyil. Əgər məlum deyilsə, o kitaba etimad edilməz. Əhl-i-Sünnə görüşüdür bu. Amma şiələrə görə təbii ki, bu Qurandan sonra ən belə deyə də etibar edilən bir mənbədir. Hərçənd mən fikir verirəm, son məsələn 5-10 ildə belə bir tendensiya var. Bilmirəm, duyursunuz ya yox və ya görmüsünüz ya yox. Ümumiyyətlə şiələrin bu kitab ilə istidlal etmələri azalıb. Bax, bu Nəhcül Bəlağə kitabına müraciət etmələri azalıb. Əvvəlki şeydə deyil. Məsələn, bir 20 il, bir 25 il bundan qabaq mən gördüklərimi deyirəm, baxın. Yəni, otururdular, qalxırdılar Nəhcül Bəlağə ilə. Çünki mən o dönəmləri görmüşəm dəvətdə. Yəni, rafizilərlə müəyyən debatlarda, münazirələrdə olmuşam. İnandırım sizə, otururdular, qalxırdılar Nəhcül Bəlağə ilə. Hər məsələdə Nəhcül Bəlağədən dəlil gətirirdilər. Amma bugün son 10 il, 5 il biz bunu görmürük. Mən bunu müşahidə eləmirəm, qardaş. Yəni, heç ümumiyyətlə o kitaba müraciət olunmur az qala şiələr tərəfindən. Belə bir duruma gəlib. İndi sual verilə bilər ki, niyə? Nədir səbəb? Əlbəttə ki, bunun bir səbəbi vardır və ya səbəbləri. Bu elə belə boş yerə deyil. Niyə görə? Çünki 20-25 il bundan qabaq cəmaatın çoxu Nəhcül Bəlağədən xəbərdar deyildi. Genel olaraq. Ona görə də onlar istidlal edirdilər, gətirirdilər onlardan. Çünki Nəhcül Bəlağədə elə şeylər var ki, yəni Əli ibn Əbi Talibə nisbət edilən sözlər, məktublar və s. O, məsələn, rafizi etiqadına ziddiyyət təşkil edir. Yəni, daban-dabana ziddir, belə deyək. Belə şeylər vardır, yəni, Nəhcül Bəlağədə. Ona görə, məsələn, Nəhcül Bəlağəyə müraciətlər azalıb. Səbəb budur. Mən düşünürəm. Bu iki. Ki, bu da mühümdür. Bunların bəyanı mühümdür. Üçüncüsü, Nəhcül Bəlağənin dediyimiz kimi sənədləri yoxdur. Amma Şiqşiqiyyə xütbəsi adlanan o xütbəyə gəlincə, bu da batildir. Hətta bunun sənədlərini uydurublar özlərindən elə və sənədin axırında onu İkrimədən, o da Abdullah ibn Abbasdan rəvayət edilərək qeyd ediblər. Baxın, gör nə cür? İkrimədən və Abdullah ibn Abbasdan. İndi İkrimə və Abdullah ibn Abbas, yəni şiə rical elminə görə ikisi də məcruhdur. Məcruhdur, yəni cərh olunub. Yəni, hətta İkrimə onların nəzdində kafirdir və ya və s. yəni. Çünki hətta təkfir edilməsi barədə də rəvayətlər var ondan. Yəni, onun barədə daha doğrusu. Dolayısıyla, çünki niyə görə? Çünki
Şiə hədis elmində yəni sabit olan qayda budur ki, yəni bir adamın rəvayətinin qəbul edilməsi üçün onun imami şiəsi və dolayısıyla imami etiqadına etiqad etməsi gərəkir. İndi İkrimə ki tabiindir, elə İkrimə və Abdullah ibn Abbas imamiyyə etiqadlarına, belə əqidələrinə belə deyək. Söhbət yəni bir dənə imamətdən getmir. Yəni etiqad edibmi? Cavab yox. Dolayısıyla o Şıkşıqiyyə xutbəsi məqbul deyil. Baxmayaraq ki, onun üçün nə bilim sənədlər gətirmişlər. Əlbəttə ki, o sənədlər uydurmadır. Çünki o Şıkşıqiyyə xutbəsində yəni vaqi olan hadisələrin ziddi qeyd olunur ki, Əli ibn Əbi Talib ortaya xəlifəlik iddiasını ortaya qoyub, deyir, mənim haqqımı qəsb elədilər, 3 xəlifə və s. belə bir mövqe qeyd olunur həmin xutbədə, Şıkşıqiyyə xutbəsində. Ki, bu vaqi olan olaylarla, hadisələrlə, tarixi hadisələrlə bir yerə belə deyək də bağdaşmır. Uyğun gəlmir. Niyə görə? Çünki Əli ibn Əbi Talib nəinki Əbu Bəkir radiyallahu anhunun vaxtında, yəni nəinki Ömərin, nəinki Osmanın vaxtında belə bir iddiada bulunmuyub. Hətta onu xəlifə seçilmək istədikləri zaman o bundan birincidə imtina etmişdir. Ki, Nəhcül Bəlağada da var bu. Nəhcül Bəlağada var, deyir ki, mənim deyir, vəzir olmağım xəlifə, yəni əmir olmaqdan siz üçün daha xeyirlidir. Çünki siz mənə deyir, elə bir yükləmək istəyirsiniz ki, mən onu daşımaqda zorluq çəkəcəyəm. Allah bərəkət versin, Yaşar müəllim. Nəhcül Bəlağada o hətta baxılsa 5 vaxt gəlib namaz. Bəli. 5 vaxt olduğunu bildirir. Bəli. Şeyin məktubu var. Deməli, Əli ibn Əbi Talibin məktubu var şəhərlərin valilərinə orada namazların başlanğıc və axır vaxtları qeyd olunur. Məsələn, deyir ki, sübh namazı filan vaxtdan filan vaxta qədər, zöhr filan vaxtdan filan vaxta qədər, ta işa 5 vaxt namazın hamısını qeyd edir. Sabit o barədə mənim dərsim də var. O barədə mənim dərsim də var. Yəni, Nəhcül Bəlağada Əli ibn Əbi Talibdən namazın vaxtları barədə sözləri yəni. Əlhəmdülillah. Bayaq dediniz xutbədə Yaşar müəllim, o 205-ci xutbədə onu da siz danışmısınız. O Əli radiyallahu anh xəlifə olmama istəyi. Siz məni Bəli. 205-ci. Bəli. Tək bir dənə o deyil, qardaş. Başqa yerdə də işarələri var. Tək bir dənə o deyil. Başqa, məsələn, baxın, məsələn, Rafizilərin etiqadını tarımar edən dəlillərdən biri, məsələn, Muaviyyəyə yazdığı 6-cı məktubda deyir ki, məni deyir, o cəmaat xəlifə seçdi ki, hansı ki, məndən əvvəl Əbu Bəkirə, Ömərə və Osmana biət etmişdilər. Dolayısıyla bu sözləri ilə Əli ibn Əbi Talib özündən əvvəlki xəlifələrin xəlifəliyinin səhih olduğunu iqrar edir. Çünki onları misal gətirir. Bax o, öz xəlifəliyinin səhih olması üçün Muaviyyəyə məktub yazır. Bax o, Muaviyyəyə məktub yazır və öz xilafətinin səhih olduğunu ispat etmək üçün onları misal gətirir.